dünya səviyyəli mühüm şəxsiyyətin Ulu Önderimiz Heydər Əliyevin ad gününə yığışmışıq. Bugün Ulu Önderimizin 103 yaşı tamam olur. O cümlədən Azərbaycan xalqında tarixində ən çox xidmət etmiş, Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin xilaskarı adını almış, öz xalqına xidmət etmək olmuşdur. Azərbaycan Respublikasının hələ Sovet dövründə inkişafında misilsiz xidmətləri olmuşdur. Ulu Sovet xalqı və Ulu Önderimizə qədər də Azərbaycan Respublikasının Mərkəzi Komünist Partiyasının birinci katibi olan dəyişik Azərbaycanda da bu proseslər gedir. Sürətli, yaxud az sürətli, amma bu proseslər gedir. Hər tərəfdə Rus dili, milli adət-ənənələri yaddan çıxmışdır. Onların tətbiqinə, inkişafına o qədər də həvəslə danışılmırdı. Çalışılırdı ki, hər kəs Rus dilində danışsın və Sovet psixologiyası ilə düşünsün, daşınsın. Heç bir milli kimlik, milli adət-ənənə olmasın. Amma dahi şəxsiyyətimiz, Ulu Önderimiz Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan milliliyini heç zaman unutmurdu və əsas məqsədlərindən biri oldu ki, unudulmasın. Azərbaycanlılığın unudulmasına imkan